Görürsənmi? Bunu mətbəxdə qadınlar bir də yemək pişirəndə eləyə bilərlər. Kiminsə də soğanı rayon yerindəsə, sənkət yerində olanlar cücərirsə, onlara da aid. Yavaşca belə bölürük. İçərini zədələmədən. Böldükmü? Bunu mən belə təmizləyirəm, atıram. Sonra bundan səbzi qovurma eləyəcəm. Ispanaqla, narla qəşəng. Qoyuram xaladelnikə paketləyirəm, lazım olduqca işlədirəm. Bunu belə qəşəngcə açırıq. Adicə gündəlik yemək pişirilirlər. Bax, onda hamı bilir də, soğanın onsuz da cücər. Soğanlı bitkilərində çoxu, zəfərandır, soğandır, sarımsaqdır, adicə güllər var, tulpanlardır. Bunlar qışda cücərirlər. Qışda soyuq aylarda inkişaf edir. Bax, bunları bu şəkildə mən belə təmizləmişəm, hazır. Bunları bastıracağım torpağa. Bunlar elə bir toxumdan bitmə soğan kimi kök verəcəklər. Başlayacaqlar burada özləri üçün kök bağlı, yumru bağlamağa, soğan bağlamağa. Eləsi olur ki, məsəl üçün, belə soyursan, 2 dənə olur. Elə cücərmiş soğan. Məsəl üçün, onu boşmayın, 2 bölün kökün. İndi bunu da bilmirəm, var yoxdur. Məndə bəzən heyli olur. Bax, bu cür göstərim. Bax, məsəl üçün, belə bitişik olurlar. Bax, belə. Bitişik olur. Adicə göyləri də bitişik olur. Onu qorxmasınlar. Prosto eləsinlər ki, hər iki tərəfində kökü qalsın. Elə də göylərdə də, elə də bastıra bilərlər. Eləyirəm, bunu da yuyacam, təmiz-təmiz paketləyəcəm. Qutab eləyəndə soğan qovurub qoyuram mən içərisinə, məsəl üçün. Ondan sonra nar soğan eləyirəm. Səbzi qovurma eləyəndə eləyirəm da, vururam, itkiyə getmir. Yəni, mənimki çoxdur, mən belə çox alınır deyim, belə eləyirəm. Amma mətbəxdə gündəlik işləyəndə torpaq olan xanımlarımız, həyəti olan xanımlarımız itkiyə verməsin. Rayonda olanlar atıb, ay bala, o soğan cücərib, at onu tulla qazlara, ördəklərə yesinlər. O yox, bax, 2 dənədir, görsən? Bax, böldüm. 2 dənə soğan oldu. Elə olur, bəzən elə olur ki, 3 dənə də olur. Mən bunu özüm təcrübə edinmişəm. Biraz bitkilərə marağım olub deyim, eləmişəm, demişəm, görüm, olacaq, olmayacaq. Amma bitib də qəşəkdə kök bağlayıb. Bax, belə. Qoyuram bura, əkəcəm bir-bir, əkəndə də göstərəcəm torpağı.